Bəli, təxmin edilən odur ki, sadəcə 3 ilimiz qalır işlərimizi qurmaq üçün, özümüzü yerbəyer eləmək üçün. Niyə deyə soruşsanız isə cavabı odur ki, artıq süni intellekt 3 il sonra hər şeyi dəyişdirməyə başlayacaq. Bəli, artıq günümüzdə də görürsünüz ki, bir çox iş yerləri bağlanmağa botlarla, süni intellektlə və bir çox artıq kompüterə aid belə deyərlər, bir şeylərlə əvəz edilməyə başlayır. Və sizə bir sir verəcəyəm, mənim şirkətimdə belə bir çox iş yerləri bağlandı və biz bu işləri görən insanları artıq robotlar əvəz etməyə başladı. Yəni botlarımız, AI asistanlarımız, süni intellekt və s. Və get-gedə də mənim şirkətimdə bu avtomatlaşdırmanın sayı artır. Ona görə də bir çox iş yerlərinə və artıq insanların belə deyərlər, komandanın tək-tək kimləsə danışmasına belə gərək qalmır artıq. Və əgər artıq 3 il ərzində bir çox bizneslər belə süni intellektdə istifadə etməyə başlayacaq, artıq iş yerlərinin sayını azaldacaq və artıq xüsusi bir çox pozisyonlara ümumiyyətlə ehtiyac qalmayacaqsa, nəyə görə biz gələcəkdə baş verməyən bir şey üçün indi çalışırıq? Bir çox insan gələcəyinin nə olduğunu bilməyən işlərə yatırım eləyir. Yatırım isə sadəcə pul deyil. Yatırım sizlər vaxtınızı, gəncliyinizi, cavanlığınızı, intellektinizi, resurslarınızı, fiziki gücünüzü sərf eləyirsiniz. Və hətta qurduğunuz bizneslərdə belə, əgər süni intellektdən istifadə eləmirsinizsə, komandanızı düzgün qurmursunuzsa, ona görə də vaxt itirirsiniz. Deməli ki, artıq nələrsə fərqli etməyin zamanıdır. Deməli ki, artıq öz işini qurmağın zamanıdır. Deməli ki, artıq süni intellekt mənim işlərimi götürəcəkmi deyə narahat olmamaq zamanıdır. Və əksini də bildirsəm, 3 il sonra, 2 il sonra ya da çox yaxınlarda kimsə gəlib deyəndə ki, robotlar artıq sənin işini əvəzləməyə başlayır, üzülmək lazım deyil. Çünki əvvəldən artıq dəfələrlə deyilib, artıq ingilis dilli kontentdə, təlimlərdə və s. bu deyilir. Sadəcə olaraq Azərbaycanda bu deyilmir. Mən sizə deyirəm. Ona görə də açıqlama bölməsini mütləq oxuyun.